Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşraq 293 nömrəli məktəbə yaxın tam yolun kənarında 11 sot torpaq sahəsi çıxıb. Belə deyək, qabaq hissəsi tam obyekt üçün yararlıdır. Və onu da deyək ki, sənəd çıxarışa yararlıdır, bağlar sənəd tutuşaya tam yararlıdır. Və belə deyək də, göstərək sizlərə 11 sotlu tam axıra qədər. Həyətdə ki, gördüyünüz kimi meyna ağacları və digər ağaclar var. Əncir ağacı var, meynəsi var və s. Və qabaq hissəsini də göstərəcək sizlərə. Qabaq hissəsi tam bir obyekt üçün yararlıdır. Kim istəsə, Allah hər kəsin malının mülkünə bərəkət versin. Onu da göstərəcək sizlərə. Əslində torpaq sahəsini göstərək, fikir verin. Tam orada taxtalar var, çəpər deyək də, o çəpərə qədərdir. Və tam da yolun kənarıdır, amma fikir verin. Və ön hissəsini göstərək sizə, bax fikir verin. O qabaq hissəsi tam obyekt üçün yararlıdır. Kim istəsə, məsəl üçün qabaq hissəsini obyekt eləyə bilər, arxa hissəsini ev eləyə bilər. 11 sotdur. Fikir verin, qabağı tam obyekt üçün yararlıdır. Özü böyükdür, yəni böyük bir obyekt tikmək mümkündür. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşraq 293 nömrəli məktəbə yaxın tam yolun kənarındadır. 11 sotdur. Sənəd, bağlar sənədi çıxarışa tam yararlıdır. Sot 16.000 edir. Reallıq olarsa, yəqin ki, EVS tərəfindən endirim olunacaq. Və səhifəmizi izləyicisi Məşraq Əməkdaşlar və Rəhbərlik Yanısıdan təşəkkürümüzü bildiririk.